Deməli, bugün yağışa görə havaya nisbi olaraq arını açmaq düzgün deyil. Ancaq lazımlı olduğu üçün biz açırıq. Deməli, bu vaşiniyada arı hörüb, indi nektarla doldurur və çiçək tozu yükləyir ramkaya. Əlliyə yaxın arı ailəsi var, şükür Allaha yaxşıdır. Arıların vəziyyəti bu il təbiətdə yaxşı nektar gəlir hal-hazırda. Arılar artıq belə 90-100% nektara bala keçib. Keçib Neçə satış çalışır. edirsiniz? Kiloqramı 30 manatdan şan balda olur, şirə də olur. Haçan yığım olar? Yığım iyunun axırı, iyulun əvvəli, deməli o da arıların təbiətdən asılıdır. O da bal da may balı, el arasında deyilən may balı, elmi dildə təbii çiçək balıdır. Ancaq ikinci mərtəbədən biz götürürük balı. Birinci mərtəbəni mən saxlayıram, arının özü üçün qış yem qidası kimi. Bu balalı ramkadır. Deməli bunlar balalardır, bu isə erkək. Böyle olacak. Zaten işi görüldü. Az yerden bakar çünkü orada.